Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Baxırov Vəkillərin Ümumi Respublika konferansında deyib. O bildirib ki, əksər hallarda həmin şəxslər fəaliyyət göstərdikləri ünvanlarda vəkil, vəkil bürosu, vəkil xidmətləri kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısını almaq üçün qanuna dəyişiklik edilib və qeyri-vəkillərin bu cür anlayışlardan istifadə etməsi qadağan olunub. Anar Bağırov həmçinin qeyd edib ki, bəzi vəkillər sosial şəbəkələrdə etik qaydalara uyğun olmayan davranış göstərirlər. Bu isə bütün vəkillərin imicinə mənfi təsir edir. Ona görə də sədr həmin şəxsləri daha məsuliyyətli olmağa çağırıb. Qeyd edək ki, hazırda Azərbaycanda 2825 vəkil var. Onlardan 2706 nəfəri aktiv fəaliyyət göstərir, 12-sinin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 nəfər isə dövlət qulluğundadır. Cəmiyyətin ədalətə olan inamının formalaşmasında, vətəndaşla dövlət arasında hüquqi balansın və etimadın təmin edilməsində məhz vəkillər mühüm körpü rolunu oynayırlar. Keçirilən bu konferansiya həmin məsuliyyətin hərtərəfli təqdim edilməsi, Vəkillər Kollegiyasının fəaliyyətinin nəticələrinin yüngülləşdirilməsi, eləcə də qarşıdakı dövr üçün strateji prioritetləri müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.